Bəs bizdə, Azərbaycanda elmi problemə münasibətdə məzmun səviyyəsində vəziyyət necədir? Sevindirici haldır ki, Ali Attestasiya Komissiyasının bu sənədində elmi problem həm fəlsəfə doktoru, həm də elmlər doktoru dissertasiyaları üçün əsas meyar kimi qəbul olunur. Burada göründüyü kimi fəlsəfə doktoru üçün deməli, əhəmiyyət kəsb edən problemin yeni həllinin təklif edilməsi, elmlər doktoru üçün isə yeni elmi problemin həllinin təmin edilməsi əsas meyar kimi qəbul olunur. Bəs yazılan dissertasiyalar, elmi tədqiqat işləri bu meyarlara nə dərəcədə cavab verir? Təəssüf olsun ki, buna müsbət cavab vermək mümkün deyil və bu sahədə müəyyən problemlər vardır. Bu ilki qəbulda məhz İsa müəllim bu problemin həlli olunması üçün institutlara xüsusi sərəncam göndərdi ki, elmi problemlər bu meyarlarla müəyyənləşdir. Yəni bu istiqamətdə də akademiyada bir hərəkat davam etməkdə, getməkdədir. Lakin müşahidə olunan, deməli, əsas nöqsanı deyək, bilmirəm, problemlər deyək, belə görünür. Elmi problemin formal formula edilməsi, elmi problemin xalis zəka prinsiplərinə əsaslanan elmilik obyektiv meyarlarına cavab verməməsi, mövzuların elm sahəsi və ixtisaslara uyğun gəlməməsi, nəzəri metodoloji yanaşmanın formal xarakter daşıması, hətta Marksist-Leninist ideoloji paradigmanın ad, ritorika yox, məzmun, şuur səviyyəsində mövcudluğunu davam etdirməsi, mövzuların əksər hallarda inisiativ olaraq elmi rəhbərin məşğul olduğu istiqamətlə şərtlənməsi. Sonra bayaq qeyd etdiyimiz kimi, deməli, problemin obyektinin, predmetinin, nəzəri metodoloji üsullarının deməli, dərk olunmaması və s. Bax, bu tipli problemlər vardır. Biz bir məsələni qeyd etmək istəyirik. Michel Foucault'un deməli, diskursun nizamı əsərində gətirdiyi bir anlayış var dövriyyəyə, elmi mutasiya. O bu anlayış adı altında bir sıra istiqamətlərin özünü elm kimi təqdim etməsini nəzərdə tutur. Yəni, o yalancı elm dərhal baxan kimi yalancı elm olduğu bilinəndir. Bu, mutasiya yalancı elm deyil. Bu, o dərəcədə elmə oxşuyur ki, o dərəcədə onun kopyasıdır ki, elm olub-olmamasının aydınlaşdırılması bir o qədər asan olmur. Məsələn, publisistikanın özünü elm kimi təqdim etməsi, dini ritorikanın, bədii estetikliyin, təsvirçiliyin, məişət nəqilçiliyin, etnotendensiyallığın, parapsixologiyanın bu siyahını artırmaq da mümkün olar. İndi ictimai humanitar elmlər sahəsi olduğu kimi bizim sahəmiz bir nümunə demək deyirik. Təsəvvüf və ədəbiyyat mövzusu dəbdə olan mövzu, maraqlı mövzudur və çox müraciət olunan mövzudur. Amma müşahidələr onu göstərir ki, təsəvvüf və ədəbiyyat problemi ilə məşğul olanlar məhz təsəvvüf və ədəbiyyat problemini elmi dünya görüşün, ictimai humanitar elmlərin, ya ədəbiyyatın, ya fəlsəfənin tədqiqat predmetinə yerləşdirmək əvəzinə təsəvvüfü dünya görüşü metodologiya səviyyəsinə oturdururlar. Təsəvvüfə olan sevgilərindən dolayı, Allaha məhəbbətdən danışırlar və s. və ilə. Halbuki mətn təhlil olunmalıdır. Məhz elmin kateqoriyal aparatının hesabına. Bax, bu digər elm sahələrində də bu məsələlər ciddi şəkildə deməli olur.